Avropada birləşdirərək özümüzə maşın alırıq. Bölüm 19. Bu bölüm danışmaq istədiyim mövzu niyə maşın, nə səbəbə maşın? Belə deyim, yəni hər kəsin bu həyatda fərqli bir arzusu var, fərqli bir istəyi var və əsas məsələ budur ki, bu arzular və istəklər uğrunda bir mübarizə aparasan və onların dalınca da düşəsən. Yəni kimisi son model hansısa bir markanın bir telefonunu istəyir, kimisi bir gözəl paltar istəyir, yəni kimisi ev istəyir. Hərənin yəni istəyi fərqlidir. Mənim də istəyim maşındır. Bu arada oğlanlar daha yaxşı bilər. Yəni bu da mənim ilk maşınım olacaq inşallah, Allah qismət eləsə və ilk maşının yeri əvəz edilməzdir. Yəni üzərindən illər də keçsə, onun yerinə daha yenisini, daha qəşəng maşın alsanda, yəni o ilk maşının verdiyi təəssüratı heç bir maşın onu yəni unutdura bilməz.